Salam hörmətli məktəb rəhbərləri. Deməli, ATIS proqramının login səhifəsi, birinci yuxarı məktəbin UTIS hesabını, aşağıda passwordunu yazıram və daxil oluram. Sol tərəfdə sidebarda davamiyyət hissəsinə daxil oluram. Toplu davamiyyət qeydiyyatı. Bax, davamiyyət qeydiyyatı yox, toplu davamiyyət qeydiyyatı hissəsinə daxil oluram. Burada məktəbdə olan siniflər, siniflərin sayı, sinifdə şagirdlərin sayı, üzürlü, üzürsüz hissələri var. Məsəl üçün, bax, daxil oluram, gəlirəm 1A sinifi, 27 nəfər var. Bax, görürsünüz, burada yuxarı eləyərək şagirdləri, üzürlü 4 şagird var, üzürsüz 1 şagird var. Və digər, məsəl üçün, 21 şagird, 1R sinifi, daxil oluram, gəlirəm bura. 2 nəfər üzürlü, üzürsüz. Burada yoxdur, burada yoxdur. Və yaxud da burada var. Özürlü, üzürsüz. Bir qeyd eləyə gəlirəm aşağı. İlk dərsi yadda saxla. İlk dərsi yadda saxla vurduqdan sonra keçirəm bu ilk dərsimiz. Bir də sonuncu dərs, yenə həmin səhifəyə gəlirəm. Sonuncu dərs, bax, sonuncu dərs səhifəsinə keçirəm. Burada. Və burada ilk dərs bu yan tərəfdə, sonuncu dərs bu yan tərəfdə. Ayrı-ayrı nələr. Bax, ilk dərsi burada yazmışam deyə data burada sarı, qırmızı yerlər var. Sonuncu dərs hissəsinə gəlirəm. Burada da həmçinin axırıncı dərs şagirdləri yoxladıqda sonuncu dərsdə qeydlərimi bura aparıram və son dərsi saxla vurduqdan sonra həmin günün davamiyyət qeydiyyatı aparılmış olur. Bu qədər sadə.